Əziz izləyicilər, keçən videoda biz Rafael adlı müştəriyə mal satdıq. Yəni satışın içinə girib baxmaq üçün daxil olmaq olur bura. Əyləc qəlbləri satmışdıq. 5-dən 15 manata 75 manat nisiyə bağlanmışdı. Bu adam bizə hal-hazırda borcludur. Yəni 75 manat borcu var. Kassamızda məbləğ yoxdur, sıfırdır. Bizim yalnız 80 manat verəcəyimiz var və 75 manat alacağımız var. Gəlin təsəvvür edək ki, Rafael adlı müştəri gəldi, ödənişini ödədi. Yəni bir hissəsini ödədi. Bunun üçün daxil oluruq kassaya. Kassaya daxil olanda kassama daxil edirik. Yəni kassaya mədaxil ola bilər, ya məxaric ola bilər. Yəni içəri girə bilər, ya çıxa bilər. Yəni kassama daxil edirik. Filialı seçirik, hansı filiala gedir? Nədir bu? Müştəridən ödənişdir. Nə qədər? Məsəl üçün 20 manat. Hansı müştəridən? Həmin Rafaeldən məsəl üçün. Rafael müştəri seçirik. Yəni buradan da yazırıq ki, borcdan ödədi. Məsəl üçün. 20 azən ödədi. Tamam. Bizim kassamızda 20 manat pul var. Rafael'in də bizə 75 çıx 20, yəni 55 manat borcu olmalıdır. Kontragentlərə daxil olsaq, görəcəyik ki, 55 manat borcu var. Səhifəsinə daxil olsaq, görəcəyik ki, bir dəfə satış olmuşdu 75 manat, bir dəfə də pulundan gətirdi 20 manat ödədi. Təsəvvür edək ki, yəni bu adam gəldi, 3 saatdan sonra yenə bir 15 manat ödəniş elədi. Yenə kassama daxil edirik. Filialı seçirik. Müştəridən ödəniş, məsəl üçün 17 manat ödəniş elədi həmin müştəri. Kassamızda artıq 37 manat pul var. Yəni bu ana səhifədə göstərir. 37 manat pulumuz var. Kontragentlərə daxil olanda görəcəyik ki, Rafael'in bizə 38 manat verəcəyi qalıb. Bizim hələ də 80 manat firma 4-ə verəcəyimiz var. Gəlin bu 38 manatın 30'unu verək bu firmaya. Yəni borcumuzdan biraz azaldaq. Bunun üçün daxil oluruq kassaya. Kassamaya xaric edirik. Əsas filialdan təchizatçı ödəniş seçirik. Məsəl üçün 30 manatını ödəyirik. Hansına? Firma təchizatçıya, buna. 30 manat ödəniş etsək, qalacaq kassamızda 7 manat. Yəni ana səhifəyə geçsək, görürük kassamızda 7 manat pul var. Kontragentlərə daxil olsaq 50 manat borcumuz qaldı bu adama. Yəni biz mal almışdıq 80 manat və 30 manat ödəniş elədik. Hal-hazırda 50 manat borcumuz var. Bu videolarda biz qısa bir siklla tanış olduq. Yəni mal yaratdıq, insanları yaratdıq, təchizatçı və müştəri. Sonra malı yaratdıq, sonra o malı aldıq, sonra o malı satdıq, sonra o satdığımız mal üzrə bir-iki dəfə ödəniş də qəbul elədik. Hal-hazırda hələ də borcu qalıb, məsəl üçün. Yəni qısa bir sikl elədik. Daha ətraflı məlumat istəsəz, yəni səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bütün digər qaranlıq qalan məqamlarınız varsa, hamısının suallarınızı verə bilərsiniz. Təbii ki, bu sistem istənilən şəkildə dəyişilə bilər, istənilən şəkildə düsturu, logikası dəyişilə bilər. Yəni sizin şirkətinizin, müəssisənin istəklərinə uyğun olaraq. Bunun üçün səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlayıb öz istək və tələblərinizi qeyd edə bilərsiniz. Sistem həm satılır, həm də arendaya verilir. Yəni istəsəz icarəyə götürüb işlədə bilərsiniz bu sistemi, istəsəz öz serverinizdə ulaşdıra bilərsiniz. Hər iki halda əlaqə saxlamalınız məcburdur.